Rusiyadan daha bir sərt addım. Miqrantları işə götürən şirkətlər hədəfə alınıbdı. Rusiyada bu ilin ilk yarısında məhkəmələr tərəfindən miqrantların qanunsuz əmək fəaliyyətinə cəlb olunmasına, onların ticarət obyektlərində işə götürülməsi qaydalarının və bəzi fəaliyyət növlərinə qoyulan məhdudiyyətlərin pozulmasına görə şirkətlərə 1,6 milyard rubldan artıq cərimə tətbiq olunub. Bu isə təxminən 20 milyon dollar deməkdir. Yerli mətbuat bu məlumatı Rusiya Ali Məhkəməsi yanında məhkəmə departamentinin statistikasına istinadən yayıbdı. Bildirilir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Yanvar-iyun aylarında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə ümumilikdə 9546 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da ötən ilin göstəricisindən 1,3 dəfə çoxdur. Onların arasında 5638 hüquqi şəxs də var, bu isə 1,5 dəfə artım deməkdir. Qanunvericiliyə əsasən hüquqi şəxslər üçün cərimənin məbləği 1 milyon rublə qədər ola bilər. Bundan əlavə sözü gedən qaydaları pozan şirkətin fəaliyyəti 14 gündən 90 günədək müddətdə dayandırıla bilər. Ekspertlərin fikrincə, müəssisələr artıq bu risklərin fərqindədir və gələcəkdə belə halların azalma ehtimalı yüksəkdir. Qeyd olunur ki, son dövrdə Rusiyada miqrantlara qarşı məhdudiyyətlər və yaşama icazəsinin alınması qaydaları da sərtləşdirilib. Ekspertlərin fikrincə, bu qərar, yəni Rusiyada miqrantları qanunsuz işə götürən şirkətlərə qarşı sərtləşdirilmiş nəzarət və cərimələrin artması, Rusiyada yaşayan və çalışan azərbaycanlı miqrantlara da birbaşa təsir göstərə bilər. İlk növbədə qeyd olunur ki, azərbaycanlılar Rusiyada fəaliyyət göstərən ən böyük miqrant icmalarından biridir. Onların əksəriyyəti ticarət, logistika, inşaat, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələrdə çalışır. Yeni tədbirlər nəticəsində bu sektorlarda qeyri-rəsmi, yəni müqaviləsiz işləyən azərbaycanlıların vəziyyəti daha da çətinləşə bilər. 1. İş imkanlarına təsir. Artıq şirkətlər miqrantları işə götürərkən hüquqi məsuliyyət daşıyacaqlarını daha ciddi şəkildə anlayır. 1 milyon rublə qədər cərimə və ya 90 günədək fəaliyyətin dayandırılması riski bir çox işə götürəni miqrantları rəsmi qeydiyyatsız işləməkdən çəkindirəcək. Bu isə təbii ki, rəsmi sənədi olmayan və ya müvəqqəti statusda yaşayan azərbaycanlı işçilərin gəlir imkanlarını məhdudlaşdıra bilər. 2. Rəsmi sənədləşmə tələbi artacaq. Yeni qaydalar fonunda şirkətlər miqrantları yalnız leqal əsaslarla, əmək müqaviləsi və yaşayış icazəsi ilə işə götürməyə çalışacaqlar. Bu isə azərbaycanlı miqrantlardan daha çox rəsmi qeydiyyat, icazə və vergi sənədləri tələb olunacağı anlamına gəlir. Bu prosedurlar əlavə xərclər və vaxt itkisi yaratsa da, uzunmüddətli perspektivdə onların hüquqlarını qorumağa kömək edəcək. 3. Qeyri-legal əmək bazarının daralması. Rusiyada son illər miqrasiya siyasəti sərtləşdirilib. Yaşayış icazəsi, patent və qeydiyyat qaydaları da daxil olmaqla. Bu siyasət kölgə iqtisadiyyatını azaltmaq məqsədi daşıyır. Lakin qısa müddətdə bu qeyri-legal çalışan azərbaycanlılar üçün riskli vəziyyət yarada bilər. Yoxlamalar, deportasiya və ya iş yerlərinin bağlanması hallarının artması istisna deyil. Ekspertlərin fikrincə, bu cür cərimələr əmək bazarını şəffaflandırmaq və miqrantların hüquqlarını qorumaq üçün atılan addımdır. Lakin qısa müddətli dövrdə kiçik bizneslər və xüsusilə ticarət sahəsində çalışan xarici işçilər üçün müəyyən çətinliklər yarana bilər. Nəticə olaraq Rusiyanın bu sərtləşdirilmiş addımları qanunsuz işləyən miqrantlara qarşı yönəlib. Lakin qanuni şəkildə çalışan azərbaycanlılar üçün əksinə müəyyən sabitlik yarana bilər. Çünki rəsmi işə götürmə şəffaf olduqca əmək haqqı və sosial təminatlar daha etibarlı olur.